son dövrlər saxta sənədlər, istər saxta kvalifikasiyalar olsun, diplomlar olsun, istər apostillər olsun, istər saxta tanınma şəhadətnamələr olsun, bu bizi ciddi narahat edir. Təkcə dünən biz iki şəxslə bu istiqamətdə görüşlər keçirmişik və onlar da vaxtı ilə aldadılanlar siyahısındadırlar. Və düşünürük ki, bu mənada həm işə götürənlər və eyni zamanda insanlar daha agah olmalıdırlar. Təəssüflər olsun ki, vaxtı ilə onlar kimlərinsə vədinə inanıblar. Son dövrlər MyGov portalında kvalifikasiyanın görünməməsi də bizə edilən müraciətlərin sayını artırır. Belə ki, vətəndaşımız öz diplomunun orada təsbit olunmadığını görəndə təbii ki, şübhələnir və o bizə müraciət edir və sonunda məlum olur ki, o bu vaxta qədər aldadılıb. Məsələyə sadəlövh yanaşmaq doğru deyil və bu mənada insanın həyatının bəlli bir zamanı, vaxtı və resursu itmiş olur və təbii ki, bunun digər məsuliyyətli tərəfi var. Bilirsiniz ki, bizdə qurum olaraq aidiyyatı üzrə hallar aşkar olunduqda məhz müvafiq qurumlara müraciət edirik və bu mənada da ehtiyatlı olmaq lazımdır.